Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Bugünkü günümüzü de aldık. Bu hələ dərir. Bu hələ dərir. Gedirik hara? Bunun çayını da içirlər Çində. Çində bunun çayını da içirlər? Hardan bilirsən? Biz Çində yaşamadığımıza görə biz buna ancaq baxırıq və Allah bir axırı neyinirik. Neyse bugün gedirik hara? Tort pişirməliyəm. 2 dənə tort pişirəcəm. Həm yoldaşımın doğum günüdür, həm də bir dənə zakaz tortum var. Onu pişirəcəm. İndi gedək tort alışverişinə. Yoldaşımın tortu biraz köhnə tortlardan olacaq. Çünki o elə xoşlayır. Böyle bundan lazım idi. Koldu da var. Və payqaya oxşayırlar. Neyse bunu götürdük. Mənə bundan da lazımdır. Elə bir dənə götürdüm. Bunların qızıl rəngləri də var. Qiymətlər 1.50. Belə. Çəkin, baxın. Çünki mən həmişə tort ləvazimatdan yenə nəsə paylaşanda nə qədər sual gəlir. Bura ancaq gərək özünüz gələsiz. Belə göstərməklə olmur. Bu nədir? Anlayamadım. Bu şəkil xəmirinə yəqin ki, nədirsə də. Belə. Mən bir də padnos üçün klük alacaqdım. Burada belə qablar da var biskvitlər üçün. Hər bir şey, şamlarım var. Mənə nə lazımdır? Mənə bu da bundan lazımdır ki, evdə padnosum var. Taxtasından. Bunu onun üstünə keçirdəcəm. Ki, belə bir şey alınsın da. Başa düşdünüz? Bunu da götürək. Qiymətini içəyədik. Çox daha olmamalıdır. Çoxdur qiyməti burada. Bunu da götürdük. Mənim uşaqlarımın sevimli yeridir buralar. Getdik və sizə dekorları da göstərim. Hazır dekorlar. Və bu da hazır dekorlar. Buranı çox çəkmişəm. Amma yenə də görürəm ki, ehtiyac var. Belə. Bunlar münasib olur. 2 manata. 1 manata. Yəni münasib olur. Heç bacarmırsınız da. Qoy bunu qoyun. Baxın, qabaqdan məktəb gəlir. Uşaqlar üçün. Bunların biri 50 qəpiyi, 1 manata. Bu qiymətlərdə olur. Lap ballı tort pişirib. İndi mən yoldaşıma ballı tortun korjunu aldım. Ballı tort pişirib 2-3 dənə onun üstünə qoyub uşaq üçün xüsusi nəsə eləmək olar. Bunlar da nişan konfetləri çox gözəldir. Və belə. Oy. Bir də ki, belə yerlərdə lentlər ucuz satılır. Qıraq yerlərdə, məsələn, bunu 1.50 alırsınızsa, qıraq yerdə bunu mütləq ki 2.50-yə ya 3 manata alacaqsınız birini. Yəni, mən buralardan da almışam, qıraq yerlərdən də almışam. 3 manatdırsa, qıraq yerdə 5 manata 4.50 alacaqsınız. Elə-belə şeyləri rotuşu belə yerlərdən alın. Və güllər. Bunlar da şar götürüblər ortalıqda. Mən biraz da burada çox qalsam, bir xeyli şey götürəcəklər. Ay can. Ataya kron tortu pişirəcəyiz. Yo, ataya başqa tortdur. Bunlar da ədviyyatlar. Kək satırlarmış, xəbərim yox. Nəsə belə, bu taclar haqqında da danışmışıq. Getdik kassaya. Deməli, getmişəm. Burada buranın işçisi var ki, deyirəm ki, bəs ballı tortun üstündə belə şey istəyirəm ki, töküm. İzah edirəm ki, nə istəyirəm, bunu istəyirəm. Sən demə, bunun adı trafaret imiş. Trafaret. Belə, trafaret ağzımı açan kimi, qızlar bilmədi. Kişi ilə ağzımı açan kimi, kişi mənə dedi ki, nə istəyirsən. İndi bunların arasından seçim. Qiyməti 3 manatdır. Belə balacalar da var. 4 balacalar niyə bahadır? 2.50-yə belələri var. Bunlar balacalar çıxdıqca şey olur. Bu da maraqlıdır. Çox maraqlıdır. Seçək buradan bir dənə trafaret. Adı trafaret imiş. Bilməyənlər də öyrənsin. Gedək. Deməli, tort yenidən çıxıram ki, kutu almamışam. Tezən qayıtmışam ki, kutu alım. Əsas məsələ yaddan çıxıb. Gedək evə, nə aldıq, onu göstərəcəm. O pişi tort yerindən bizdə çıxdı. Səhv eləmirəmsə 34 manat çəkəlimdədir. Amma əlim doludur. Neyse, gedək evimizə, eşiyimizə, orada sizə çəkib paylaşacağım. Bu arada yoldaşım ballı tort xoşlayırdı. Elə korjlarını gördüm. Ona ballı tortun korjunu aldım. Ballı tort hazırlayaram ona. Hava o qədər istidir ki, güclə gəlib çatdıq evə. Deməli, nə aldıq tort üçün? Belə bir
kutu aldım. Bu zakaz sosumundur. Bir kiloluk tortu olacaq. Amma kutu böyük almışam. Neyse bizim qoy böyük olsun. Qəşəng görsənsin. Və gün çeki buradadır. Çekini səhvləndirsə bura qoydum. Neyse. Böyle bir orada gösterdim bunu. Klok aldım. Bunu göstereceğim istifadə edəndə nə üçün almışam. Bundan aldım gümüşü rəngini tozdan. Sedef tozu, gümüş rəngini və dolgular aldım. Karamel və yox bu karamel deyil, bu da ki malinadır. Malina. 1.98'e bunu aldım malinanın. Deməli bunun qiyməti yoxdur geçin üstündə. Yox, qiyməti yoxdur. Və 99 qəpiyə bunu aldım. Bu da karamel jelisi. Əslində var idi, mən jelisini aldım. Belə. Bunları indi təbii ki qoyacağım dondurucuya. Bir də əsas məsələ qaymaq. Ən bahalısı. Ən bahalısı qaymaq. 6.70'e aldım, yoxsa 7.70'e aldım satın. Amma ucuz qaymağa keçəcəm. Həmişə deyirəm keçeyim, yadımdan çıxıyor. Deməli yoldaşımın uşaqları biraz da çox qalsaydı, uşaqlar bir neçə şey göstərəcəkdi. İnsaflı oldular, şikayət etdiklər. Bu sizin, getirin. Bu dəmirdən aldım. Sim gedir adı. Tortuma dekor var, onu eləyəndə göstərəcəm sizə. Burada aldım. Tort yerlərindəki qozlar, qızlar acı olmur. Çöldə marketdə satılan qozlar acı olur, amma tort yerlərində alınan qozlar acı olmur. Ona görə ürək hazırlığını alıb tortlarda istifadə edə bilərsiniz. Mən bunu öz tortumuza aldım. Mənim yoldaşım öyrəşib sadəcə biskvit və krem yesin. Yəni o belə dolgu falan xoşlamır. İndi onun doğum günü deyir, onun istədiyini eləyəcəyik. Və bu şəkilləri göstərim. Hə, bundan almışıq. Bunun adını orada dayı dedi bizə. Görün bunun adı nədir? Bunun da adı trafaret imiş. Balı tortların üstünə naxış vurmaq üçündür. Bunu dayı dedi. Dedim elə dayı, mən nə bilmirəm, sizdən soruşuram. Siz hər şeyi bilirsiniz maşallah. Şəkil çıxartdım. Və ballı tortunun belə bir kurşunu aldım. Çox təriflədilər. Orada neçə də nəfər varsa hamısı təriflədi. Bunun da qiymətini 5.80'da aldım. Bu tortlara, tort yerinə 34 manat 70 qəpik qoymuşdu. Və göründüyü oradan da araza belə bir skuşonlular aldım. Mənim skuşonluğun fərqi yoxdur. Mən qaymağa skuşonu az vururam, özümüz yeyəndə. Amma kiməsə bişirəndə təbii ki vururam və dondurmalar. Dondurmalar. Bunlar da dadlı olur. Kuzu dondurma xoşlayırsınızsa bunları alın, yoxlayın, dadlı olur. Belə, bugünkü alışverişimiz bu qədər. Deməli, biskvitlərimi, ceyceyizlərimi gətirmişəm zala. Nə qədər işıq varsa hamısını qoşmuşam. Çünki axşam yığıram bunları. Axşam yığdığıma görə də istəyirəm ki, işıqlı düşsün biraz. Stolun üstündə artıq şeyləri yığışdırdım və biskvitin altına, üstünə qoyacağım biskviti qoyuram. Layı belə deyim. Qoyuram ki, tərs çöndərəcəm. Bismillah eləyək. Başlayaq. Deyəcəksiniz ki, biskvit balacadır. Balacadır çünki 1 kiloluk tortdur. Milyon ailədir. Qızların doğum günü olacaq inşallah. Mənim yumru qabım bu arada qırılıb. Onu gerək kleyeyim. 1-2 dənə kley atdınız. Gerək gedim ondan alın. Sabah kleyeyim çünki sabaha mənə lazım olacaq. Bugün gələ belə əziyyət çəkim. Tortumuz malina dolgusu və karamelli olacaq. Qoyaq. Əslində mən bu tortu sizinlə danışa-danışa yığmışdım. Ancaq videonu editləyəndə gördüm ki, vlog çox uzun alınır. Dedim, eybi yox. Bu dəfə belə qısaldım. Çünki bu vlogda 2 dənə tort hazırlamışam. İkisinin də hazırlanmasını elə danışa-danışa çəksəm, gərək 2 saatlıq bir vlog alınsın. Bir də əslində bilmək istəyirəm ki, sizə uzun vloglar maraqlıdır, yoxsa qısa vloglar. Belə uzun vloglar olsa sıxılarsınız, yoxsa yox. Bu arada da bu mənim ilk uzun vlogum idi. Birinci tortumuzu elədik. İndi isə keçdik ikinci tortumuza, yəni öz tortumuza. Ballı tortu. Deməli, mən demişdim ki, göstərəcəm ki, bunu niyə almışam. Özümüz üçün olanda daha mən təkrar gedib, məsələn, qardaşıma, anama falan pişirəndə təkrar gedib bu kutuya pul vermirəm.
Bu qutunun deməli taxtasını çıxardıram və özü böyükdür. Bilmədim, bunun qiymətini içəridir. İndi birini belə bura keçirdəcəm. Həmişə əslində bunu özündə tək satırlar. Bunu alırdım sözünüzü. Amma indi bu səfər istədim ki, bunu özüm belə düzəldim. Bir bu üsulu da yox bunda. Deyə. Görək nə qədər olur. Ya Allah, bismillah. Qarışdı. Bunun ölçüsü qədər kəsək. Məndəki səliqə gözlər yaşardır. Məndəki səliqədən heç kimdə yoxdur. Kəsib, bu isə qalsın. Bunu da başqa lazım olar, istifadə edərik. Qastaladır. Elə bilmişəm bir dənə götürmüşəm. Sən bir iki dənə götürmüşəm. Bəlkə də 3 dənə də. Burada yenə varmış. Bəlkə burada da varmış. O qədər nazikdir ki, bir-birinə girir. Çəkinə baxaram. Atmışam eləyəsən çəkini. Bunun qiymətini merak etdim tükləri. Və keçdiyi bunu yapışdırmağa. Deməli, bərayəz mənim. Gördüm. Belə. Hissə. Əlimiz yandı. Biz yaxın eləyək. Bundan bunu dəyişik. Görək. Mən hər dəfə kley ilə işləyəndə mütləq ki, əlimi də yandırıram. Yandırıram da ayaz. Mən əlimi yandırmayanda iş getmir. Bunun arxasının gözəl olmağının çox da əhəmiyyəti yoxdur. Kleyimizin gözəlliyi. Sizə bir şey deyim. Instagramda özünü necə istəyirsən elə göstərə bilirsən. Oynaya bilirsən, belə deyək. Amma ki, YouTube'da olmur da. YouTube'da gərək necəsənsə belə. Mən bunu Instagramda məsəl üçün biraz yalanlar, burasını estetik yığıb, dalını indi qıraqda özümü öldürüb bitər, onu düzgün formaya gətirib, montajla 30 saniyədə güya mən bunu necə yığdım göstərə bilərəm. Amma YouTube'da olmur axı. YouTube'da nədir odur. Bu arada da onu da deyim ki, məsələn, kontent hazırlamaq ümumiyyətlə özü bir çətin bir şeydir. Həm də ki, Instagrama güc verəndə YouTube qalır. YouTube'a güc verəndə Instagram qalır. Ona görə də ikisini bir arada saxlatmaq çətin məsələdir. Artıqlarını da kəsək. Vallahi aldıqlarımız da belədir. Təzə qutu almışam, onun da arxasını göstərirəm sizə. Biraz daha səliqəli ola bilərdi, amma içirim. Öz qutumuzdur. Bu özümüzə hazırladığımızdır. Ona görə özümüzə hər şey olar. Belə. Bunun arxası belə alınır. Biraz daha estetik ola bilərdi, amma eyb yox. Əsədir ki, belə təmiz. İndi mən təzə aldığımda gətirib göstərəcəm. Bunları qoy bir dənə. Hop-stop, Fox-Mox elimi yığışdırım, gəlirəm. Baxın, arxalarına. Biraz estetik ola bilərdi. Bir dənə buraları koruyur. Bax. Və qabaqları. Bunu qoyaq işimizi görək, bunu sonra aparıq yerinə. Uşaqlar bayaqdan gözləyirlər ki, bunu açsınlar. Bunu açsınlar, qoyum açsınlar. Alan Nuray, aç. Aç, arzunu aç. Bu öz tortumuz idi deyə uşaqlara kömək eləməyə icazə verdim. Ancaq kimin sizə bişirəndə qəti qoymuram ki, uşaqlar əldə etsinlər. Çəmbərimizi ayırdıq 22 diametrə və bir-bir başlayırıq bu yuxaları kəsməyə. 22 diametrdə. İnşallah yaxşı çıxar 22 diametrdə. Məsələn, bismillah. Kəsik görəsən. Kəsdim. Ana, iyi dazladım. Ay, və güclə kəsdik. Gəl.
Sən də dadına bax Nuray. Bu qıraqlarını da ki, indi nuş olsun. Qıraqlarını da axırda üstünə qoyacağıq. Xoşlamadın? 22 diametrdir. Bu qıraqları axırda keçirdəcəm blenderdan və üstünə tökəcəm. Bu qədərlik qalsın qıraqda. Bunları bir-bir zabanı krem eləmişəm. Bir-bir yığacam, üzəcəm. 34 yaşım var. Birinci dəfədir bunu eləyirəm, bu tortanı eləyirəm. Əgər nəsə səhv eləyirəmsə, üzrlü sayın. Bilənlər məni linçləməsin. Bu arada əllərimin durumu çox görsənmir, amma kəsmişəm. Bismillah eləyək. Başlayaq. İnşallah heç bir şey səhv eləmirik. Nuray, mən krem çəkəcəm, sən qoz çəkəcəksən. Yaxşı. Başladıq. Bu arada onu deyim ki, bu korjları belə olur, yoxsa bilmirəm. Çox bərkdir. Birinci nə edirəmsə, həmişə padnusa, tortun hansı ki qalacaq, oraya həmişə krem çəkirsiniz ki, tortunuz oynamasın, sürüşməsin ora-bura. Qozu vurum. Və bismillah, yox, birinci biskvitin kremimizi çəkək, sonra qozumuzu vuraq. Kremin də istidən ürəyə gedib. Bugün ümumiyyətlə dəhşətli dərəcədə istidir. Bunu qoyaq bir də. Başlayaq demrəyim, amma bala bunu yığmağa. Qoz çəkilir mi? Tök. Qozu blenderdan keçirdim. Gördüm, çox xırda-xırda olur. Təzdən götürmüşəm, biraz uca əlimlə doğramışam. Yəqin ki, bu belə olmalıdır da. Təzdən iki qatını da sürtməlisiniz. Hə, bitti. Yox, qızım, qəşəng tök hər yerinə. Tez bazar eləyək, bitsin. Gözlə mənə qoyun. İndi mən elədim də. Əslində çox tökdük, el yox. Nəsə, bunu qoydum. Mən qoz Üstünə. Qoz xoşlamırsan? Tortun üstünə qoz xoşlamırsan? Bunu kim yiyəcək onda? Bir dənə ata yiyəcək. Bunun üçün belə bir yöntem tapdım. Ümumiyyətlə, ballı tort zövq məsələsidir. Heç sevmirəm də, uşaqlıqdan bu yana sevməmişəm o köhnə tortları indiyə kimi. Bu arada qızlar, siz hansı tortları xoşlayırsınız? Köhnə tortları xoşlayırsınız, yoxsa yox? Elə mənim bugün zakaz götürdüyüm xanım özü də sevimli tortları, quş südüdür, bəs demək çoxdur. Quş südüdür, nə bilim, nağıl tortudur. Heç sevmirəm o tortları. Köhnə tortlardan sevdiyim yeganə tortdur ki, Napolyon, onu yiyirəm. Ancaq ki, indi bunu eləyirəm, kim yiyəcək bilmirəm. Mən yiyəcəm. Niyə? Az qoz xoşlanmır. Vallahi nə bilim, az yerdə. Buna deyəsən sıxmaq lazım idi, biz sıxmırıq. Hayır, sıxmaq lazım. Qoz sıxaq. Mənim bacılarım çox xoşlayırlar bu tortu. İnanın ki, cəmaat bayramdan bayrama bişirir. Onlar belə ürəkləri istəyəndə çayla içməyə, yox, ürəkləri istəyəndə çayla içməyə tez bazar hazırlayırlar və yeyirlər. Çox toxu bir tikəsi də qalmır. Ancaq bizdə yeyilmir, mən sevmirəm də. Mən sevirəm. Qoz xoşlanmıram, çox da. Heç olmaz. Bu qatı da belə olsun. Gəl. Gözlə. Sıxaq. Gözlə. 10 qat buna çox olur axı. Bu ballı tort heç baxmadım videosuna da. Baxarım gəl. Hə, elə necə gəldi elədim. Buna aralarına çox krem vurmaq lazımdır, yoxsa elə az olsa da bəs eləyər. Nə bilim valla. Ağsa gələn eləyirsən. Hə. Necə bacardım eləyirəm, bilmirəm. Biraz belə səpələ. Buralara da səpələ. Uzaq başlayıb bu tort atacağım buzluğa, qalacaq. Yavaş-yavaş çıxaracağım. Bu ilə əziyyət çəkirik amma bala.
Yiyelim. Biz yani yeyə bilmərik. Ama çok da. Çox hündür oldu. Balı tut buyruğunu axı. Bu boyda tort olacak. Çox hündür oldu. Gəlin mən orada 6 dənəli də satılırdı. Gəlin mən onu götürərdim. Mən çox böyüyünü götürmüşəm. Böyüyünü götürmüşəm, özdə çox olanı götürmüşəm. Yoldan çıxartmaq 2x2-də. Özüm 6 dənəlisini alacaqdım. Orada mənə başımı bişirdilər, getdim 10 dənəlisini aldım. Mən başımı bişirməyə Kalmız var. tez yoldan çıxıram. Blenderımı da gətirdim, qoz var idi, içinə qutardım. İndi bunlardan tökək içinə, ovuntu eləyək. Ballı tort olalı. Belə işgəncə görməmişdi, egzotik yığılış görməmişdi. Yeni bacardığımız budur. Bax, mənim yoldaşım da tərs idi. Buradan da yoldaşımla ağız dadlarımız tamam fərqlidir də. Biz necə uyuşuruq, bir Allah bilir onu. Bir Allah bilir, bir də bu uşaqlar bilir ki, biz necə yola gedirik. Buradan bu qədər keçirtdim, qıraqları qaldı. Elə bilirəm ki, bəs eləyəcək bizə. Bəs edeceğim. Bismillah eləyib, başlayaq. Başlayaq. Üstünü Bir de tökməyək. çektim. Birinci deyəsən üstünə tökürlər. Üstüne tükürler. Ne üstüne tükürler? Üstünə tökürlər. Nuray gözlə, əlimdən düşəcək. Çok güzel. Ay elim çok güzel. Elə bilirdim ki, asandır bunu yığmaq. Sən demək ki, asan falan deyilmiş. Çok çetin. Hər şeyin bir çətinliyi var imiş. Bir şey aslında birazdan görünür. Çetinde ama çetin değil. Birazdan görünür. Çetin değil ama. Əlim qırıldı. Mənim qolumun heç gücü yoxdur. Ah sen kırsan ince. Deyəsən, son vəziyyətindən ballı torta oxşuyur. Belki. Yavaş-yavaş. Ballı tort olalı belə əziyyət, işgəncə görməmişdi. Güclə, bəla ilə yığdıq. Son görünüş belədir. Hündürlüyü çox alındı. Sizin üçün arxa planı da çəkim, evimin halı və vəziyyəti. Arxa plan burada da Nuray yadıb. Yerləri batdı. Süpürəcəm. Göylər batmayıb hələ ki. Göylər hələ batmayıb. Nəsə, durum yer yığışmını da gedim xaziniyə qoyum. Bu da belə. Artıq səhərdir. Deməli, axşamdan mən bu tortun, bu kağızla olan dekorlarını kəsdim, hazırladım. Və səhər-səhərdə durdum. Şəkər xəmirindən gərək buna gecə eləyərdim. Amma gecə şəkər xəmirim yox idi. Səhər-səhər gedib almışam. Elə bilmişəm ki, var. Bu simləri də belə bir güllər düzəltdim. Bunlar da hamısı tortumuzun üstünə gedəcək. İndi nəyi gözləyirik? Bir dənə gözləyirəm ki, yoldaşım külək alsın, qabımı yapışdırsın. Əsas məsələ gedək. Və təbii ki, arxa fon aləmdə bir-birinə eybi yox. Bunları hələ götürmürəm, çünki tortdan sonra yenidə istifadə edəcəm. Hər cürə külək aldıq, amma ki, bu nəsə yapışmaq istəmir. Mən də neynədim? Dedim, gecikirəm. Gecikirəm, gözləyə bilmərəm. Kremimi burada hazırladım. Burada belə bir mexanizma qurdum ki, elə bilirəm ki, bu belə bunun üstündə fırlanır. Həm biraz hündür olsun, həm nəsə belə bir şey görmüşdüm. Dedim, qoy eləyim, yoxlayım. Nəsə, mən başlayayım. Alınar, alınmaz da ki, alınar. Başqa heç nə edə bilmərəm. Allah, bismillah edib, başlayaq. İnşallah utanmarıq, nə deyim. Bismillah. Tələsmədən eləyəcəm. Əsas odur ki, tort aşmasın. Qalan şey problem deyil. Nəysə ki, tortumuz bu vəziyyətə gəlib çıxa bildi bir təhər gücür. Və başlayaq artıq dekorlarını üstünə qoymağa. Belə bir qızımız var, çıxartmışdıq. Bunu ortadan qoyacağım. Belə və 4 yaş. Belə. Tortumuz belə bir tortdur. Oxşadacaq. Amma üstündəki qız
həyatdakı qız oxşuyur deyə dəyişdirmişəm. İstəmədim vloqum çox uzun uzadı olsun. Ona görə bəzi yerlərini kəsdim, bəzi yerlərini də ümumiyyətlə çəkə bilməmişəm. Telefonumun yaddaşı dolmuşdu və bir də əsas məsələ bu tortun son hazır halının videosunu mən Instagram üçün çəkmişəm, amma YouTube üçün çəkiliş eləməyi unutmuşam. Ona görə deyirdim ki, YouTube-a üstünlük verəndə Instagram qalır, Instagrama üstünlük verəndə isə YouTube geridə qalır. Bu da tortlarımın son halı. Fikirləriniz və iradlarınız həmişəki kimi mənim üçün önəmlidir. Vlogumu bəyənib yorum yazsaz sevinərəm. Kanalıma abunə olmağı da unutmayın. Bu dəfəki vloqum da bu qədər. Allaha əmanət olun. Sağ olun.